Bismillahirrahmanirrahim. Euzubillahimineddeccal ve mineşşeytanirracim ve lanetullah aleyhim ecmaîn. Allahumme salli ala Muhammed ve ali Muhammed ala vel mehdi ve sallim teslimen. Uca olan Allahın əmri ilə, Allah Taala'nın mələklərə və peyğəmbərlərinə vədələri ilə axır zamanda zamanı imamı ilə 313 nəfərin zuhuru barəsində maraqlananlar. Hal-hazırda bəziləri bilirlər xəbərləri artıq. Sadəcə yəni ki, onları günahları qorxudur. Bir də Allah Teala ibadətdən qalmaqlarına görə xəbərsiz kimi aparırlar özlərini. Müsəlmanlar yaşayan ölkələrdə. Gəlişimizlə xəbərləri var olan hamısının. Digər də ikinci bir qismdir ki, savadları satmır. Yəni onlar hələ də elə bilir gəlməmişik deyə. Gözləməkdədirlər İmam Zaman ağanı, həmçində 313 nəfəri. O 313 nəfərin içində 12 qara bayraq sahibləri barəsində xəbərdarlıq olundu yer kürəsinə. Müsəlmanlar yaşayan ölkələr olsun ya qeyri-müsəlmanlar yaşayan ölkələr. Həmin cəmaatın da, həmin ərazilərin cəmaatının da xəbərsiz qalanlarına qaldıqda, onların o xəbərsiz qalmaqlarının səbəbkarı həmin ərazilərin ilahiyyatçılarıdır, alimləridir, ilahiyyatçılarıdır, müştəhidləridir, muftiləridir, hocalarıdır, axundlarıdır. Onlara çox böyük xəbərdarlıq olunur. Bu dövr üçün, bu il üçün, 2025-ci il üçün. Hansılar ki, müsəlmanlar yaşayan ölkələrdə alim kimi tanınıblar, müştəhid kimi, mufti kimi, hoca kimi, axund kimi onlara böyük xəbərdarlıqlar olunur.